Bu videoya diqqətlə baxın. Adam dovşanı alladır və yuvasından onun balalarını alıb aparır. Pis insanlar və pis vəziyyətlər də belədir. Sənin diqqətini yayındırır. Həyatının müəyyən bir hissəsində fokuslandığın mövzuları diqqətindən yayındırır və sən düşünürsən ki, nə iləsə məşğulsan. Əslində olan isə sadəcə hədəflərindən uzağa qaçırsan. Hədəflərin, enerjin, diqqətin yayıldığı andan etibarən sən gücsüzləşirsən. Əslində dovşan burada bacarıqsızlıq eləmədi. Sadəcə onun bir anlıq diqqətini yayındırdılar və buna görə də həyatından ən dəyərli olanları alıb apardılar. Əlbəttə ki, diqqət fokus özünə qayıtdığı zaman bunun bir peşmançılığı gələcək. Baxın, həyatınızda olan pis insanlar da belədir. Onlar sizi fiziki incitmirlər, həyatlarınıza müdaxilə eləmirlər. Sadəcə diqqətinizi yayındırırlar. Qorxu ilə, hədə ilə və yaxud da öz təşvişləri ilə davamlı diqqət mərkəzində saxlayırlar özlərini. Siz isə həyatda getməli olduğunuz məqsədinizdən tamamilə uzaqlaşırsınız. İndi bu vəziyyəti analiz et. Bax gör, fokusunu hardan uzaqlaşdırmısan? Əsas həyatda məqsədlərin nə idi? Və bunu bildikdən sonra artıq lazımsız yerə səhifələrdə gəzməkdən, başqalarının həyatını önəmsəməkdən əl çəkib öz həyatına yönələcəksən və həyatına indi diqqətlə bax. Daha çox özünə fokuslan, görəcəyin işlərə. Bax gör, həyatında görməli olduğun əsas işlər nədən ibarətdir və fokusunu nə dağıdır?